Lazerdən sonra qara ləkələr gördün, o zaman bu videonu ötürmə. Bu postinflamator hiperpigmentasiyadır. Qorxulu səslənir, amma keçicidir. Adətən bu qara ləkələr 2-6 həftə ərzində tədricən keçir. Yəni dəri sağaldıqca rəngi yavaş-yavaş bərpa olur. Sadə dillə desək, lazer sonrası dəridə pigment müvəqqəti olaraq artır və də qaralmaya gətirib çıxarır. Amma bu dövrdə dərini sakitləşdirmək üçün mütləq şəkildə pantenol, bepanten istifadə olunmalıdır və günəşdən qorunmaq vacibdir. Və bu sadə tədbirlər qara ləkələrin tez keçməsinə kömək edəcək. Dərinizi qoruyun, onun qayğısına qalın. Və bu işdə mən Samirə Sərməz hər zaman sizə düzgün qulluq və peşəkar məsləhət vermək üçün hazıram. Özünüzə yaxşı baxın dostlar.